siması, ürəyi gözəl olan elə siması da gözəl olur. Saxalində, Sadiq bəy, Saxalində ola bilər. Ola bilər. Rusiyanın bir ucu haradır. Sən zarafat elə. Nə oldu? Elə bir dənə Türkiyədə 5 dəniz var. Bu boyda Rusiyada 4 dəniz ola bilməz, çoxdur. Yayın belə olar, halal olsun. Yox, mən valla ən azından bir 5 insanı maarifləndirirəm. Məsələn, mən uşağımı heç vaxtı məktəb uşaqlarına qoşulub, ay mama, nə olar, o vaxt orta məktəbdə mən də gedim də, sabah uşaqlar falan, ay bala deyirəm, bu pulun dərdindən bir oxuyan qız çox alıb, bir də qazel şoförləri. Gedib deyirəm, avariya düşəsiz. Məndə ki, bu bəxt var. Mənim uşağım minsə o maşına gedib avariya düşəcəklər. Getmə. Qoy ağlasın evdə, çatlasın, partlasın, getməsin. Getmə. Mən səni deyirəm, özüm aparacam. Hala, gedək Türkiyəyə, gedək, nə bilim, Avropaya, gedək Almaniyaya, Çexiyaya. Okean var, hə, düzdür. Yəni, dediyim odur ki, o məktəbdən zaddan uşaqlar yığışır, gedirlər. Qoymayın övladınızı, getməsin. Biraz ağlayıb sakitləşəcək. Mənim bacımın yoldaşı Almandır. Oxuduğu məktəbdə məktəb dərsi keçirlər, sonra hazırlığa başlayırlar da. Elə bil evə verilən tapşırıqların hazırlığı. O arada bunlara yemək verirlər, dostlar. Bu da bir uşaqdır, biraz bacım da gec ana oldu. Çətinliklə tapdılar da bu uşağı, elə bir ki, püfə-püflə qoruyurlar. Uşaq nə deyir? Həmən anda. İndi uşaq heç nə demir. Bacım yığıb yığışdırıb məktəbə nələr pişirib aparıb. Müəlliməsinə deyir, olar mənim uşağım bundan yesin. Deyir, yesin, amma deyir, burada 20 uşaq var. Hərə evindən yemək gətirsə, burada deyir, onda bu pişənlər, orada da nə pişir? Bulgur, reçka, düyü, sağlam yeməklər. Bacıma müəllim gör nə deyib. Deyir ki, sən uşağı belə öyrətmə. Sonra qoy bu reklamı rədd edeyim bunu. Mənim səhifəmi spama salacaq bu. Hə. Deyir, axıdan uşaqdır da. Deyir, hamının övladı özünə əzizdir. Sən uşağı bununla belə düzgün. Ondan sonra uşaq o sinif yoldaşlarına baxır. Ay aman. Bu yeməkləri nə təriyir, dostlar. İndi ətə cana gəlib. Nə verirsən yiyir. Da bunu yemirəm, onu yemirəm. Bu nədir, o nədir, elə şey yox. O gün marketdən bazarlıq eləyirdim bir şey. Gördüm, məndən əvvəl kassada bir imkanlı xanımdı, yanında da uşağı. Kassanın qabağına uşaqlar üçün maraqlı şirniyyatlar qoyurlar ki, uşaq mamasını aldırsın. Bir dənə uşaq deyir, pajalosta mama, nə bilim, nə əlində tutub ki, bunu al da mənə. Maması bir dənə belə sərt-sərt dedi ki, olmaz. Uşaq apardı, yerinə qoydu. Elə pis oldum, belə dedim, ayda, mən ona alıb verərdim. Amma mən nə təqdim ki, bunu mən alıb hədiyyə eləyirəm, mənə rüsva eləyərlər. Qadının pulda var, parası da. Çox düzgün tərbiyə verirlər burada uşağa. Uşağın dediyi olmur, böyüyün dediyi olur. Vallahi. Yapon dənizi harada, siz bilmirsiniz Yapon. Harada da ay Məhəbbət xanım? Təyyarəyə minirəm. O boyda 250-300 adamın içərisində bir 5 Azərbaycanlı olur. Bunun birinin qucağında uşaq olur. Uşaq belə ağlayır. Eləyim elə. Çəkib qoyacaqlar. Elə belə. Uşağın ağlamağı da var, ağlamaq da var. Adamın beynin deşir. Uşağı ağlayır belə eləyim. İngə, elə bil ana laylası deyib, adamın xoşuna gəlir. Çünki bu uşağının anadan olandan o cür böyüdür ki, məsələn, bu olmazsa olmaz. Bizimki bilir ki, o dəhşətlikdə qışqırandan sonra anası da çırpır. Köpək olur, əsli. Çırpır, ana çırpır, uşaq bağırır, ana çırpır, uşaq bağırır, vecinə deyil, bir təyyarə bunundur. Axırda uşaq bilir ki, o boyda qışqırandan sonra anası onun dediyini eləyəcək. Hələ şey başlamıyor, dəniz sezonu başlamıyor orada. Girirsən, qanun qaralır. Mənim axşam yuxum ərşə çəkildi. Mən o heyf, o uşaqları gördüm. Nə oğullar.
Heç nədən yerə də, heç nə. Ora çinmək yeridirmi? Ay valideynlər, uşaqlarınızı gözünüzdən qoymayın. Bilmirəm. Ondan biraz da süz, boğazımı yaşlayayım, aşağı bir çay. İndi dəmalı be. Deməli, təyyarəyə minirik. İndi burada özümüzük də, mən özümüzü pisləmirəm, ha, reallığı danışıram. Bizim millətdən dünyada gözəl millət yoxdur. Amma məsələn, bir iki şey var ki, nətər, Bakıdan bura uçuram. Eşidirsən? Allaha and olsun, o çiret zad yoxdur. Arxadan başımdan minib, deyirəm, hamımız gedəcək də. Güya sən məndən qabağa düşəndə, təyyarə gedəcək, mən burada qalacağam. Buradan ora uçuram. Sən bir dənə Rusun növbəsinə girə bilərsən. Sən bir dənə qabağa düşmək üçün olub ki, gecikirəm hələ təyyarəyə qədər 50 yerdən keçirsən də. Obşi üzr istəyirəm ki, mən tələsirəm. Hamınızdan üzr istəyirəm. Mən icazə varsa keçim. Heç nə demirlər keç. Amma sən gəlib orada üzr istəməyib. Onu belə keçərsən, Allah and olsun, səni babuşqalar cırımını cırt ayırar. Mənlə toya düşmən. Təhmiraz qarmon. İnşallah. Yox, valla bax, növbə mədəniyyəti çox bəyənirəm burada. Amma digər bizim insanlar, bax, burada tanımayaq elə. Gedək birinin qapısını döyək ki, yolda qalmışam, acından ölürəm, su ver, nə bilim. Ürəyinin yağını çıxardar sənə verər də. Bax, bizim cəmaat belədir, çox yaxşı insanlardır. Haradır bura? Rusiyada yaşayıram dediyinizlər. Mənim özüm də, mən demirəm, mən idealam. Mən bura gələndən, mən neçə yaşım vardı bura? 42 yaşım vardı mən bura gələndə. İndi 47 yaşım var. 5 ildir buradayım. Bilirsiniz, mən özüm də. Bir də gördüm, mənim gecə beynimə düşürdü, 11-də ev tozu oranlayırdım. Halbuki ki, mən belə şeylərin əleyhinəyəm elə. Bakıda deyirəm, qonşum ev yoxdur, məni yola verər də. Burada mənim duxum nədir, mən durum ev tozu oranlayayım. Bir də gördüm, polis qapını döyür. Heç sənə bildirmir də qonşu. Öyle sənin gəlir polis. İndi də vəbşi vəziyyət elədir ki, bir adam səndən şikayət oldu, olmaz. Yəni, əvvəl bəlkə də güzəşt var, indi o da yox. Sənədə olur, ya? Sənədə əlindən alırlar, bəli, olmaz, səndən şikayət olmaz. Ondan sonra usta nədir? Biz, məsələn, Bakıda tutaq ki, bir işdən çıxır, usta, gəl bir dənə divara drellə bunu yapışdır elə. 8-də, 9-da o qədər drel işlətmiş, elə ki də mən qarışıq. Burada elə şey eləyə bilərsən sən. Heç... Bəli. Hündürdən danışmaq olmaz burada. Mən özüm hələ ali təhsilliyəm. Yer gəlsə, anam məni nə qədər bir tərəfdən ömür boyda öyrədib, deyir, qızını döyməyən dizini döyər. Ay qızım, bunu bilir. Bununla belə mən 5 ildə burada nələr öyrəndim. O tostoran məsələsini eləmir. Paltaryoğan. Mənim paltaryoğanla işim gecə saat 9-dan ondan sonra başlayırdı. İndi duxum nədir? Olmaz. Haradır bura? Biz yaşayırıq Moskvada, amma indi gəlmişik Başkırdistana. Moskvada toylarımız qutardı, burada başladı. Burada da Başkir toylardı, Tatar toylardı, Stelitamak, Gorod Stelitamak. Başkirya Respublikası yazın. Rusiyanın tərkibindədir. Müsəlmanlardır, çox təmiz, gözəl şəhərdir, sakit şəhərdir. İndi buradan da sonra gedib orada adaptasiya olmaq olmur. Siqnal görün, eşidirsinizmi? Bax, magistral trasın yanındayım dostlar. Bax, görün necə, ara küçə deyil də, göstərim. Bax, magistral trast. Görün, maşının səsi ola bilər də. Görün, bir dənə siqnal, bir saatdan çoxdur canlı yayım açmışam. Görün, burada bir dənə siqnal. Görün, eşidəcəksiniz. Bu da restoranımızın həyətidir. Mehmet müəllimin sprinteridir. Mehmet müəllimin Range Rover'idir.
Hə, yəni bizdə bax bircə dənə o şeyləri də insanlar özləri yerə zibil atmaq nədir? Yoxdur elə şey ya. Adamı insanlar özü adamı belə baxışları ilə məhv eləyir, baxışı ilə. 28.500 tıklayıbsınız. Çox sağ olun. Orada da sprinter sürən deyir Mamet müəllim var. Ya bunlar maşallah olsun burada külfətik də. Birdən uzaq yerə gedəndə neçə nəfər, neçə uşaq? 3 Mahirdə 3 6 2 3 oldu. 15 nəfər. 15 nəfər. Deyir biz də Mamet müəllim aparır deyir toylara. Təhmiraz qarmon. Amma Yo deyir bizdə deyir sprinter var, Mamet müəllim aparır. Qayda qanun çox gözəldir əlbəttə. Saxta marka geyinənlərə pis baxırlar. Kartof kızartması deyib pişmədi. Yox, kartof pişmir, ayrı yemək pişir. Yoxsa kartof da pişirmi? Pişir? Çox sağ olay. Ruslar deyir fake şey giyinənlərə. Niyə? Mənim bu fake'dir, A-klassdır. Çox da qəşəng. Bunun orijinalını aparım $1000 niyə verim ki? Hazır $50 çox da qəşəng. Nə olub ki buna? Bax, iki cür fake var. Bunu da sizə öyrədim, bilin. Mən də bilmirdim də, mən də öyrənmişəm.